Esselamu Aleyküm değerli dostlar. Bugünkü mövzumuz cemaat namazından qəsdən yayınanlardır. Ümumilikdə Allahın bizim üçün təyin etdiyi bir hədəf var. Bir də bəndənin öz təxəyyülünə, öz düşüncəsinə uyğun yaratdığı bir həyat tərzi. Yəni Allahın istiqamətləndirdiyi yolla bəndənin həyat yolu arasında müəyyən ziddiyyətlər yarana bilər. Şeytan da bu ziddiyyətlərdən istifadə edərək Allahın istəklərini arxa plana qoyur, bəndənin nəfsini, istəklərini ön plana qoyur. Əgər şeytan mömin bir kişini, hələ xanımları demirəm, mömin bir kişini Allahdan uzaqlaşdırmaq istəsə birinci növbədə cemaat namazını və məscidi onun əlindən almış olar. Əgər cemaat namazı bizim əlimizdən alınsa, bizim zəlalətə yuvarlanmağımız daha da sürətlənər. Sürətli bir şəkildə mənəviyyatsızlığa sürüklənə bilərik. Necə ki, çünki cemaat namazı bizdən təvazökarlıq istəyir. Sən təvazökar olduğuna görə bir Allah bəndəsinin arxasında möhrüvü qoyub namaza durursan. Yanındakılarla, sağındakılarla salamlaşırsan, eyni qaydada rukuya gedirsən, eyni qaydada səcdələri eləyirsən. Bu səndən eyni zamanda bir təvazökarlıq da tələb eləyir. Yəni ətrafındakı insanları özündən üstün görürsən. O içindəki mənləri yox eləyirsən. Cemaat namazı sanki bir çəkicdir. O içimizdəki mənləri sındıraraq bizi qüvvətli bir bizə çevirir. O mənləri bizə çevirir. Elə bilirik ki, şeytan təkcə bizi pis yollara sövq eləməklə, içkiyə, qumara aparmaqla bizi yoldan çıxarır. Əksinə, şeytan elə metodlardan istifadə edir. O heç vaxt deməz ki, ətrafdakı insanlar yaxşıdır, sən pissən. Tam əksinə deyir. Deyir, o cemaat namazına dayanan şəxslər var ha, sən əxlaqıva görə də, elmivə görə, dünya görüşvə görə, savadına görə onlardan qat-qat üstünsən. Niyə görə onlarla gedib bərabər cərgədə dayanmalısan? Hətta sənə elə gəlir ki, bəzi adamları görəndə əsəbləşirsən. Bax bu hilələrlə, bax bu vəsvəsələrlə o məlun şeytan səni, məni, digərlərini çox təəssüflər olsun cemaat namazından ayrı salır. Sonda Allahdan arzu və diləyimiz budur ki, bizi bir an belə olsun çirkin nəfsimizin əlində oyuncağa çevirməsin. Bizi şeytanın vəsvəsələrindən uzaqlaşdırsın. Həqiqi təqva əhlindən cemaat namazına tələsən və gündəlik ibadətlərini, gündəlik namazlarını cemaatla, pişnamazla bərabər qılan mömin bəndələrdən qərar versin. Amin inşallah.